Salam, hər birinizi xoş gördük. 2025 biologiya din test toplusu. İkinci hissə hüceyrənin biokimyası, hüceyrənin qeyri-üzv və üzvü tərkibi biopolimerlər mövzusu üzrə testimizə qaldığımız yerdən davam edirik. 144-cü testə baxaq. DNT molekulunun müəyyən bir sahəsində ölçüsü sitazin azotlu əsasın ölçüsünə bərabər olan azotlu əsasa malik nukleotit 4 rabitə əmələ gətirir. Bu nukleotit haqqında nələri söyləmək olar? Deməli, ölçüsü sitazinə bərabər olan azot əsası bilirik ki, timindir. İndi nə deyir? Deyir ki, bu 4 dənə rabitə əmələ gətirir. Timin nə vaxt 4 rabitə əmələ gətirə bilər? Timin ortada, yəni DNT molekulunun orta hissəsində yerləşəndə 4 dənə rabitə əmələ gətirə bilər. Bu hansıdır? 2 dənə hidrogen rabitəsi, bir də burada olan kovalent rabitələr. Bir də kovalent rabitələri olar ki, bu da olsun 4 dənə rabitə. Deməli, dedik ki, ortada yerləşir. İndi deyir ki, nələri söyləmək olar bu haqda? Baxaq birinciyə, deyir ki, DNT zəncirinin başlanğıcında və ya sonunda yerləşir. Xeyr, biz dedik ki, timin orta hissədə yerləşir. Demək, birinci səhv fikirdir. İkiyə baxaq, deyir, bu nukleotid növü ilə başa çatan DNT tripletlərinin 14 növü eukaryot orqanizmlərdə amin turşularını kodlaşdırır. Baxaq. Demək, bilirsiniz ki, bizim stop kodlarımız var. Stop kodlarımız da necə idi? AST, bir də ATS idi. Görürsünüz, sonları deyir. Sonu 2 dənə tripletdə timinlə bitir. Ona görə də kod tripleti bilirsiniz ki, normalda 16 olur. 16-dan çıxıram bu 2 dənə stop kodunu, qalır 14-dür. Deməli, doğrudan da 14 növü eukaryot orqanizmlərdə amin turşuları kodlaşdırır. 3-ə baxaq, bu nukleotid bilavasitə transkripsiya prosesində iştirak edə bilər, transliyasiya da iştirak edə bilməz. Bəli, bilirik ki, biz mRNA-də deməli, timinə rast gəlinmir. Ona görə də üçüncü fikrimiz də doğrudur. Deməli, 2-3 hələ ki doğrudur. 4-ə baxaq, onun tərkibindəki ortofosfat turşusu qalığının sayı əmələ gətirdiyi hidrogen rabitələrinin sayına bərabərdir. Bu səhv fikirdir. Çünki ortofosfat turşusu bir dənədir, hidrogen rabitəsi 2 dənədir. Hidrogen rabitəsini adenin nukleotidlə əmələ gətirmişdir. Bəli, bu doğru fikirdir. Doğrudan da adeninlə əmələ gətirir. Demək, düzgün oldu 2, 3 və 5. 145-ə baxaq. Deyir, 3 qat hidrogen rabitələrinin sayı və 2 qat hidrogen rabitələrinin sayı ayın nisbəti yəni A bölək B bərabərdir 1. Bu nə deməkdir? Yəni, ikisindən də eynidir, bir dənədir. Məsələn, bir dənə 2 qat hidrogen rabitəsi var, bir dənə də 3 qat hidrogen rabitəsi var. Bunların sayı bir-birinə say olaraq bərabərdir, 1-in 1-ədir. İndi baxaq, düzgün olanları seçək. Nukleotid növlərinin sayı bir-birinə bərabərdir. Baxın, adenin nukleotidi bir dənədir, guanin nukleotidi bir dənədir. Düz deyir. Azot əsas növlərinin sayı bir-birinə bərabərdir. Neçə dənə azot əsası var? 4 dənə, hərəsindən də bir dənədir. Bunlar da bir-birinə bərabərdir. Deməli, 1 ilə 2 düzgündür. 3-də deyir ki, adenin və sitazinin nukleotidlərin cəmi timin və guanin nukleotidlərinin cəmindən çoxdur. Xeyr, biz dedik ki, hamısı bərabərdir. Səhv fikirdir. Reduplikasiya prosesi baş verməyəcək. Xeyr, DNT molekuludursa burada reduplikasiya baş verir, yəni ikiləşməsi baş verir. Hidrogen rabitələrinin sayı nukleotidlərin sayı ilə adenli nukleotidlərin sayının cəminə bərabərdir. Hidrogen rabitəsinin sayı deyir, bax, nukleotidlərin sayı neçə dənə nukleotidin var? 4 dənə. Adenim neçə dənədir? 1 dənə. Üstünə gəlirəm, 1 bərabər edir 5 deyir. Yəni, cavabı olsun 5. Nukleotidlərin sayı adenin nukleotidin sayının cəminə bərabərdir. 4 dənə nukleotidin var. Üstünə də 1 dənə adenini gəlsəm, eləyir 5. Hidrogen rabitəm neçə dənədir? 1, 2, 3, 4, 5. Deməli, düz deyir. Burada düzgün cavabımız oldu. 1, 2, bir də 5. 146-ya baxaq. Əgər DNT molekulunda ölçüləri digərlərindən böyük olan 2 növ nukleotidlərin sayının cəmi 2000-ə bərabərdirsə, digər nukleotidlərin sayı neçədir? Deməli, nə deyir burada? Deyir ki, DNT molekulunda ölçüləri digərlərindən böyük olan, yəni adeninlə guanin deyir 2000-dirsə, onda timinlə sitazin nə qədər olar? Timinlə sitazin də olacaq 2000. Cavab 2000. Burada deyir, ölçüsü digərlərindən kiçik olan, yəni timinlə sitazin indi də deyir 2000-dirsə, digər adenindən guanini soruşur. Nə qədər olar? 2000. 148-də isə deyir ki, ölçüləri digərlərindən böyük olan 2 nukleotidin cəmi, yəni adeninlə guanin 2000-dir. Bu molekuldan, artıq bizdən molekulda soruşur, yəni hamısını soruşur. Adeninlə guanin 2000-dirsə, timinlə sitazin də 2000-dir. Molekulda hamısını soruşduğuna görə bu ikisini cəmləyirəm, bu da eləyir 4000. Deməli, burada da cavab olacaq 4000. 149-a baxaq. DNT molekulunda ölçüsü digərlərindən az olan 2 növ nukleotidlərin sayının cəmi 2000-ə bərabərdirsə, bu molekulda cəmi neçə nukleotid vardır? Burada da bax, eynən bunun kimidir. Yəni, timinlə sitazini tutalım bizə veribdir ki,
digərlərin az olan deyir. Timin sitazin 2000-dirsə, onda guanin sitazin də 2000-dir. Bu ikisini bir yerdə cəm hesablasaq eləyəcək 4000. Deməli 149-da da elə olacaq 4000. 150-yə baxaq. DNT molekulu 800 nukleotiddən təşkil olunmuşdur. Bu DNT molekulunun sintezi zamanı ayrılan su molekullarının atomlarının nüvələrindəki protonların sayı neçə olar? Biz bilirik ki, molekulda ayrılan suyun düsturun n-2 ilə tapırıq. 800 nukleotidimiz var. Burada n nədir? Nukleotidin sayı. 2 molekul su çıxdım. Daha doğrusu 2-ni çıxıram. 2 zəncirdə bir yerdə molekulda suyu tapmaq üçün 2-ni çıxırdıq. O deyir 798 molekul su. Bir molekul suda 10 proton olur. Onda 798 molekul suda nə qədər olar? X qədər olar. X bərabərdir 7980, deməli su molekullarında proton olacaq. Sonra nə deyir? Yağın tam parçalanması nəticəsində 660 qram su əmələ gəlirsə, bu zaman təqribən neçə kilojoule enerji ayrılır? Biz bilirik ki, deməli 1 qram yağ parçalananda, baxın 1 qram yağ parçalananda 1,1 qram su əmələ gəlirdi. Bu da bizə deyir ki, 660 qram su yaranıb. Onda x qram yağ parçalanıbdır ki, 660 qram su yaranıbdır. X buradan bərabər edir 600 qram yağ. Və sonra yazıram 1 qram yağ parçalananda 38,9 kilojoule enerji ayrılırdısa, onda 600 qram yağ parçalananda nə qədər ayrılır? X bərabər edir 23340 qram, 40 daha doğrusu kilojoule enerjiyə. Demək, keçək 152-yə. 152-də nə deyir? Aya 60 günlük qış yuxusu dövründə dəraltı pi qatının azalması hesabına kütləsini 1,2 kiloqram itirmişdir. Ayda bir sutq ərzində bu yağın oksidaşməsindən neçə qram su alınır? Biz bilirik ki, deməli, ümumiyyətlə bütün üzüm maddələr tapanda onları qramla tapırıq. Ona görə 1,2 kiloqramı çevirirəm qrama. Bu eləyir 1200 qram. Yəni 1000-ə vururam, çevirirəm 1200 qrama. İndi baxın, əgər 60 gün ərzində bu kütləsini 1200 qram itiribdirsə, onda bir gündə nə qədər itirər? X qədər itirər, elə deyil, baxaq. Deməli, 1200-ü bölürük neçəyə? Bu da bərabər 1260-a bölürük təbii ki, bu da bərabər eləyir, deməli 20-yə. 20 qram, deməli, yağ itiribdir. Çünki kütləsini 1,2 kiloqram itirmişdir, deyir, yağ itiribdir. İndi biz bilirik ki, 1 qram yağ oksidləşəndə nə qədər su ayrılırdı? 1,1 qram. Onda 20 qram yağ oksidləşəndə nə qədər su ayrılır? X qədər. Bu da bərabər eləyir 22 qram, deməli, 22 qram su molekuluna. Sonra keçək bu birisinə. Deyir, DNT molekulunda karbohidrat, ortofosfat turşusun qalıqları və azotlu əsasların saylarının cəmi 48 mindir. Bu DNT molekulunun bir zəncirində ortofosfat turşusu qalıqları və karbohidratların saylarının cəmi nə qədər olar? Baxaq, burada nə edəcək? Bax, bilirik ki, ortofosfat turşusudur, nukleotidlərin sayıdır, bir də pentozaların sayı həmişə bir-birinə bərabərdir. Ona görə yazdım x üstəcilə x bərabər. Hərəsini x götürdüm də belə deyim. Bu elədir 48 min. Buradan yazıram 3x bərabərdir 48 minə. X də bərabərdir 16 min. Yəni hərəsindən oldu 16 min. 16 min dənə fosfat turşusu var. 16 min dənə tutalım karbohidratı var. 16 min dənə nukleotid var. Nukleotidin sayını yazmadım çünki bizdən ikisini soruşubdu. Amma bunu mən harda tapdım? Bunu mən tapdım molekuldakı ikisinin sayı molekulda 32 mindir. Mənə də deyir ki, deməli, bir zəncirində olan, bir zəncirdə soruşduğuna görə bunu bölürəm 2-yə, bu da bərabər edir 16 min. Demək, bunların hərəsindən nə qədəymiş? 16 min dənə var imiş. İndi 154-də baxaq. Deyir ki, DNT-nin bir zəncirində azotlu əsas, karbohidrat, fosfat turşusu qalıqlarının saylarının cəmi 24 mindir. Bu DNT molekulunda karbohidrat, fosfat turşusu qalıqlarının saylarının cəmini tapaq. Baxın, yenə eynən belə yazıram. X üstəgələ x, bu da bərabər eləsin 24 minə. 3x bərabərdir buradan 24 minə. X bərabərdir 8 min. Tapdım ki, 8000 nukleotid, 8000 dənə fosfat turşusu, 8000 dənə də karbohidrat var. Bunların cəmi nə qədər elədi? 16 min. Amma tapşırıqda mənə nə deyirdi? Tapşırıqda deyirdi ki, bir zəncirdə bu qədərdir.
Mən də tapdım ki, bir zəncirdə demək bu ikisinin cəmi 16.000-dir. Məndən molekulda istədiyinə görə bunu vururam 2-yə, tapıram ki, demək molekulda da bunların sayı nə qədər imiş? 32.000 imiş. Sonra keçək 155-ə. 155-də nə deyir? Deyir, DNT RNT-dən fərqlənir. DNT RNT-dən molekul kütləsinə görə fərqlənir. Niyə? Çünki DNT-də 2 zəncir var, RNT-də 1 zəncir var. Buna görə fərqlənir. Bax, biri götürdük. Aha, sonra o birisinə baxaq. Nukleotidində ortofosfat turşusu qalğanın quruluşuna görə eynidir, fərq eləməz. Adenin azotlu əsasının olmasına hər ikisində adenin var. Karbohidratın quruluşuna görə fərqlənir. Bəli, DNT-də dezoksiribozadır, RNT-də isə ribozadır. Deməli 1, 4. Sitozin azotlu əsasının olmasına görə, sitozin azotlu əsası da ikisində də var onsuz da. Nukleotidlərin növünə görə amma fərqlənirdi. Niyə? Birində şəkəri dezoksiriboza idi nukleotidlərin, o birisində isə riboza idi. Demək, uyğun gələn hansı oldu? 1, 4, bir də 6 oldu. 156-ya baxaq. Deyir ki, ATF molekul sayı makroergik rabitənin sayı. Gəlin birinci yazaq bura bax. ATF-nin açılışı necə idi? Adenin, bir dənə ribozası, 3 dənə də fosfat turşusu var idi ki, bunların arasında da deməli makroergik rabitə var idi. ADF-də isə necə idi? Bir dənə adenin, riboza, bir də 2 dənə fosfat turşusu var idi. Burada da bir dənə makroergik rabitə var idi. İndi nə deyir? Deyir ki, ATF 2 molekuldur. Bir molekul ATF olanda baxın, onda nə qədər makroergik rabitə var? 2. 2 makroergik rabitə varsa, onda 2 molekul ATF-də nə qədər olar? X qədər olar. X bərabər oldu 4. Yəni A-yı tapdım 4. Belə yazaq da X yox, A kimi veriblər bizə. A-yı 4 tapdım. Sonra da deyir ADF. Bir dənə ADF-də məndə neçə dənə makroergik rabitə oldu? Baxın ADF-də. Bir dənə ADF-də bircə dənə makroergik rabitə var. Onda 3 dənə ADF-də nə qədər olar? X qədər olur. X bərabər oldu 3, yəni B də bərabər oldu 3. İndi bu ikisinin bizdən cəmini istəyir. 4-ünü də 3 toplayanda eləyir 7. Deməli 7 dənə ümumilikdə makroergik rabitə var imiş. Keçək bu birisini də oxuyaq. Deyir ki, molekul sayı, indi də ATF-nin və ADF-nin molekul saylarını dəyişdi. ATF-yə deyir 3, ADF-yə isə 2 molekul sayı var. Makroergik rabitələrin sayını tapaq. Biz dedik ki, baxın, bir dənə ATF-də neçə dənə makroergik rabitə var idi? Bir ATF-də 2 makroergik rabitə varsa, onda bizə də deyir ki, 3-ündə nə qədər olur? X qədər olur. X bərabər oldu 6-ya, yəni A bərabərdir 6-ya. Sonra da deyir ki, ADF-yə tapaq. Bir dənə ADF-də dedik neçə dənə makroergik rabitə var? Bir dənə. Burada da bizə deyir ki, 2 dənəsində nə qədər olar? 2-də olar X qədər. X bərabər oldu 2, yəni B də bərabər oldu 2-yə. İndi bu 2 ilə bu 6-nı toplasam, cəmi eləyəcək 8. Deməli, 8 dənə makroergik rabitəmiz var. 158-ə baxaq. Deyir ki, mRNT-nin kodlaşdırıcı nukleotidlərin arasındakı kimyəvi rabitələrinin sayını N kimi qəbul etsək, bu matrisdən sintez olunan züla molekulunda maksimal peptid rabitələrinin sayını müəyyən edir. Baxaq. Demək, mRNT-nin kodlaşdırıcı nukleotidlərin arasındakı kimyəvi rabitə. Kimyəvi rabitə nəyi nəzərdə tutur? Kovalent rabitə. Kovalent rabitəni necə tapırdıq? Özdə burada nə deyir? Kodlaşdı. Həm mRNT-dən danışdığına görə biz kovalent rabitənin sayını 1 ilə tapacağım. Çünki mRNT-də 1 zəncir var. N çıxaq 1 bərabər idi nəyə? Kovalent rabitələrin sayına N kimi göstərir. Baxın, N. İndi buradan, bu da nukleotidlərin sayıdır. Bunu böyük N ilə yazdım ki, bundan qarışdırmayaq. Deməli, mən burada nukleotidlərin sayını tapa bilərəm. Nukleotidlərin sayı bərabərdir nəyə? N üstə gələk 1-ə. Demək, bu mənim oldu nukleotidlərimin sayı. Sonra, indi bunu axıra qədər çatdırmaqdan yana belə yazıram. 3 dənə nukleotidimiz əgər bir amin turşuya uyğun gəlirsə, biz neçə nukleotid tapdıq? N üstə gələk 1 qədər nukleotidimiz də X amin turşuya uyğun gəlir. Buradan X bərabər oldu. N üstə gələk 1 bölək 3. Bunu tapdıq. Sonra bizə nə deyir? Deyir, peptid rabitələrinin sayını tapın. Peptid rabitənin sayını necə tapırdıq? N çıxaq 1 düsturundan istifadə edib tapırdıq. N burada nə idi? Amin turşunun sayıdır. Baxın, bizim burada tapdığımız X də amin turşu idi elə. Amin turşunu yerinə qoyaq. Buradan nə yazaram? N üstə gələk 1 bölək 3 çıxaq 1. İndi biraz riyazi savadı olanlar özləri yəqin ki, bunun ardıcılı yolunu tapa bilər. Bunun sonunda vurub hesablayanda, ümumilikdə cəm hesablayanda bu bərabər olur. N çıxaq 2 bölək 3. Deməli, bizim burada cavabımız da elə olacaq. N çıxaq 2 bölək 3.